təməlləməsi olmuş mətbuat konferansımıza başlayırıq. Öncə baş məşqçimiz Qurban Qurbanov fikirlərini bildirsin, daha sonra suallara keçəlim. Axşamınız xeyir olsun, salamlar müəllimimizə. Rəqibi təbrik edirəm, qalibiyətini əldə elədilər. Mən çox yaxşı oyun alındı. Azərkeşlər üçün, hamı üçün çox maraqlı oyun oldu. Əlbəttə istərdik ki, ən azından məğlub olmayaq. Buna şanslarımız da var idi. Amma hər bir halda dünən qeyd elədiyim kimi sona kimi ən azından biz yaxşı mübarizə aparacağıq, sona kimi vuruşacağıq və bugün futbolçularım bunu bacardılar. Və əlbəttə ki, bugün oyundan əvvəl söylədiklərimizin canlı şahidi olduq. Çox dinamik bir komanda idi, çox sürətli bir komanda idi və sona kimi bu tempi qoruyub saxladılar. Futbolçularım üçün də asan deyil idi, amma onların qarşısında möhkəm durdular və sadəcə 2-1-dən sonra daha çox hisslərə getdik, daha çox boşluqları oldu və sonunda 3-cü topu standart vəziyyətdən buraxdıq. Get-gedə oyunlar daha da, rəqiblər daha da böyüyür, daha da məsuliyyət artır. Çünki hər bir turdan sonra istənilən rəqib qalib gəlmək istəyəcək və xalların sayını çoxaltmaq istəyəcək və daha böyük rəqiblər gəlməyə başlayır və buna hazır olmalıyıq. Yenə də çalışırıq ki, ilk intisamlı oynamağa qarşıdakı oyunlarda və ikinci də yaxşı mübarizə aparmağa və çəkinmədən. Və belə hər biriniz sağ olun, xeyli görürəm ki, bizim Bakımda jurnalistlərimiz var, dostlarımız var. Sizlər də sağ olun ki, bugün bizlərlə buradasınız və öz Azərkeşlərimə təşəkkür edirəm. Bu gözəl atmosferdə onlar da bizi tək qoymadılar və daima biz onların səsini eşitdik və hansı ki, qanabasılarını eşitdik. Belə. Suallara keçək.